Kişi qeyrətli dağ boyda dağdır nənəm, min bir ətirli meyvəli bağdır nənəm. O bizə həm atadır, həm anadır. Dözüb neçə dərcə, möhkəm, qoçaqdır nənəm. Ağaran saçları gümüş kimidir, qar kimidir. Elə bir zülmət otaqda işıqdır, çıraqdır nənəm. Getmiş əlindən oğlu həm nəvəsi, onların yoxluğuna gecə gündüz ağlardır. Ömrü zəhmətdə keçib bizləri böyütmək üçün kimsədən çəkməzdi minnət. Alnı açıq, üzü ağdır nənəm. Kaş körpə olaydım, təzədən mənə laylay oxuyub, yırğalardı nənəm. Yəqin ki, artıq başa düşdü ki, bu söhbət nənəm ilə Gülbünün nənəsindən gelir, Şəkil anamızdan gedir söhbət. O, bugünkü gündə kiçiklərin anasıdır, Tahirin anasıdır, bizim anamızdır. İnşallah ki, bu kəlmələri mərhumun üçün dedim, Tahirin özünə gəldi, çıxdı. Bir neçə söz desin, hələ davam edəcək. Hər birinizə salamlayıram. Allah sizi yar eləsin. Hamınızı bağrına basın. Çox sağ olun. Şəhidimizə özü dəyər verdiyiniz üçün sizə təşəkkür edirəm. Mən belə düşünürəm ki, bugündən sonra yəni bizim belə deyim də, yəni ki, biz bunları belə görəndə biraz da fərəhlənirik. Biraz da fəxr edirik ki, yəni bizim övladlarımız xalqımız üçün vuruşdular, sinəsini qabağa verdilər, fəda etdilər, gözlərini qırpmadan bayrağımız üçün, vətənimiz üçün canlarını fəda verdilər ki, xalqımız, millətimiz xoşbaxt yaşasın. Vallahi mən söz tavsiyə bilmirəm. Yəni bu şəhidi ziyarət edərkən görürəm ki, ən çox analar gəlir. Biz də qıraqdan gələnlər var, heç kəsdə qınanlar, hər kəsin işi var, gücü var falan. Amma adama qürur verir ki, şəhid ola olur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Tahir, Allah sizə səbir versin. Bəli, söhbət yolda anamızdan getdi, Şəkil anamızdan, o anamızdan ki, saçlarını bu bəla və müsibət yollarında ağardı. Amma onun başqa evlatları da var. İndi onlardan müəyyən bir nəticəyə gəlib çatıb, insan çatsa da qandırılıb arxaya baxır həmişə. Orada bir itirilən var, sonra oldu ikilər. Bunları yaşatmaq. Ona görə də istərdim ki, elə onun görüşünə gedək.